Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdu. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirmişdi. Rus və ingilis dillərini səlis bilirdi. 1998-ci ildən ANS televiziya şirkətinin xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktor müavini, xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifəsində çalışmışdı. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə Əlaqədar Departamentinin rəhbəri olmuşdu. Azərbaycan Respublikası 3-cü, 4-cü, 5-ci və 6-cı Çağırış Milli Məclisinin deputatı olmuşdu. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri idi. Qənirə Paşayeva 2012-ci ildə 2 həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım etmişdi. Qənirə Paşayevanın mükafatları: Gürcüstanın fəxri vətəndaşı, Gürcüstanın təqdim etdiyi Şərəf ordeni, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı, Aşıq Ələsgər 200 yubiley medalı, Tataristan 1920-2020 yubiley medalı. Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülmüşdü. 28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişmişdi. 29 sentyabr 2023-cü ildə 2-ci Fəxri Xiyabanda dəfn olunub.